Gənclər və İdman Nazirliyinin 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub. Xüsusilə tanınmış karateçi Rafael Ağayevin bura dəvət edilməməsi diqqət çəkib. Əksəriyyət bildirir ki, tədbirə Şükran Soltanov, Kamil Zeynallı, həmçinin müğənni və blogerlər deyil, məhz Rafael Ağayev dəvət olunmalı idi. İdmançı isə yerli mediaya açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib. Rafael Ağayevlə nazirlik arasında nə baş verir? Qlobal Infoza danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, Rafael Ağayevin nazirliyin qara siyahısında olub-olmaması barədə məlumatı yoxdur. Stat: Düşünmürəm ki, nazirliyin belə bir siyahısı olsun. Blogerlərin dəvət olunması isə normaldır. Çünki hər hansı tədbir mediada işıqlandırılmalıdır. Təbii ki, Rafael Ağayev kimi böyük idmançımız da orada olmalı idi. Açığı səbəbləri haqqında məlumatım yoxdur. Jurnalist əlavə edib ki, Rafael Ağayev hər hansı nominasiyada iştirak etməsə belə ən azı qonaqlar siyahısında yer almalı idi. Onun tədbirdə olmaması boşluqdur. Nazirlik bu barədə açıqlama verəndən sonra məsələ ilə bağlı daha dolğun məlumat əldə edə biləcəyik. Rafael Ağayev Azərbaycan idmanının ulduzlarındandır və gənclər üçün nümunədir. Ümid edirəm ki, problem varsa qısa müddətdə həll olunacaq. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.